Getdik 11. 11-də də dedik, baxın, harmful və beneficial. Əks mənalıq var deyin, biz batdan istifadə edirik. 12-yə Züleyxa D yazıb, Mustafa C yazıb, Kənan C yazıb, Zaur C yazıb. Baxaq. Burada birinci mübtədanı seçirik. The girls 2. Sonra xəbərimizi seçirik. Have been making 4. Sonra salad 1. For 20 minutes. For 20 minutes axırda gəlir. In the kitchen. In the kitchen 6. 4 5 3. Deyək ki, the girls have been making salad in the kitchen for 20 minutes. Qızlar 20 dəqiqədir ki, mətbəxdə salat hazırlayırlar. Passive voice-da deyil, birinci tamamlıq gəlməli deyil. Xeyr, bu bitmiş davam edici zaman formasıdır. The girls have been making. Qızlar hazırlayırlar. Saladdırsa qızım, salad təkdədir. Burada niyə saladla have been olsun ki, has been olardı da? Saladdırsa has olardı. Özdə have been making niyə? Bu bitmiş davam edici zaman formasıdır. Qızlar hazırlayırlar. 2, 4, 1, 6, 5, 3. Aydın oldu? Züleyxa. Mən qarşı salmışım. Making yox, made olmalıydı orada. Bəli, have been made. Bəli. 13. Züleyxa. Nə yazıb Züleyxa? 13-ə Kənan D, Baxaq 13-ə. My niece speak but my nephew. Burada görsüz but var deməli, əks mənalıq var. Bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da bir tərəf inkar, bir tərəf təsdiq. Can isn't able to hanı. Niyə götürməyiblər? Sonra burada bir dəqiqə. Bir yaxınlaşdıraq. Aha. Isn't able to'su niyə yoxdur? Can, burada ikisi də eynidir. But varsa bir tərəfi inkar edir. Ya buranı, ya buranı. İkisi də can ola bilməz. Ya can't can, ya da can't olmalıdır. Ona görə burada deyil. Is able'ın to'su yenə yoxdur deyin, götürmürük. Can't ikisi də inkardır deyin, götürmürük. Ona görə Y variantı. Aydın oldu hamıya. Bata görə, biz bir tərəfi təsdiq, bir tərəfi. Deyir ki, mənim qardaşım qızı fransızca danışa bilir, amma qardaşımın oğlu danışa bilmir. Bata görə bir tərəf təsdiq, bir tərəf inkar. Və yaxud da əksinə də ola bilər. Bir tərəf inkar, bir tərəf təsdiq. Aydın oldu hamıya. 14. 14-dür deməli, bir nəfər Züleyxa ilə Zaur yazıb. Qalanlarımız 14-də cavab yazın. Nə qədər vaxtımız qalır? Bilmirəm nə qədər vaxtımız qalır. Zaur. 13 dəqiqə. Mən 14-ü başa düşmədim. 14. 14 bugünkü dərsinizdə axı. Biraz aşağı gedin də. Nə tər aşağı gedim? Ay, göndərmişəm də nə şeyə? 14-dür də, görünmür. Görünmür. Göründü mü? Xeyriyə hanım, siz donmuşsunuz. Heç tərpənmir, mənim planşet. Recordingdə mənim 0-0 göstərir. Hə, recording açmışam ona görə. Recording keçən dəfə də elə olmuşdu. Göründü indi. Göründü, ay Mustafa. 14'ü yazmadınız. Mən indi baxın, gözlüyüm deyil. Mən B yazdım, Ahmet. Bey.
Mustafa'ya yazdım beni. Mustafa özünkünü düzəldərsən. Tutdum sağ yazdım beni Kənana yazmaqdan. Ya da Debs'da düzəl. Onda da nə deyirsən? Biraz tez-tez işləyində. Amplas nədir? Bilmirəm. Hə. Bu yazdın Mustafa. Bəli. Züleyxa maşallah işləyə gedirik. 14. Baxırıq. To bother. To bother narahat etmək deməkdir. To bother narahat etmək. Deməli, burada olur to annoy or worry somebody. Kimsə bezdirməkdə. Bother bezdirmək, narahat etmək. C. To trust, inanmaq, etibar etmək. Bu, to believe that somebody is honest and good. Kiməsə inanırsan ki, o yaxşı, vicdanlıdır və yaxşıdır. Deməli, bu A. 3. Alter, dəyişdirmək. To make something different in some way. Bəzi nəsə yolla, bəzi şeyləri fərqli etmək, dəyişdirmək, alternativini seçmək. B. Deməli, oldu burada 1C, 2A, 3B. C, A, B də olur, B variantı. Ona görə B, C, A, B. Düzmü dedim? Hə. Düzdür müəllim məndə. Kimdə səhv çıxdı? Züleyxada səhv çıxdı deyəsən. 15. 15. Tez eləyin görək. Ay Mustafa, tez elə. 15. Amma yazmışam 15'i. Hanı? Görünmür axı. De görünmür. Ben de onun altını da yazdım. Ay Mustafa. Mustafa qaralıysan, niyə ona görsən? Görünmür. Kenan sen 15. Görünmür. Göründü indi. Mən Göründü. düşünlə deməli. Niye hiç görünmür? Göründü. Göründü qadam. Göründü. Yok benim canım nasıl dedi eşitmedim. Deyirdim. Sabahlar neçədə dərs keçmək istəyirsiniz? 7'ni yaz. Sabah mən sizə görə elə bunu Altıda bizə keçməyək. Yaxşı keçərik altı. 6 tamam da demədiniz. Hə, yaxşı altda keçərik. Tez eləyin də, bir vaxtımız az qalıb. Kenan tez elə. Afər qoxsuz 7-dən yaş keçəyə 7-də. Nəysə Kenan 15'i başa sallam getdik. Deməli, compound noun istəyir. yazdım. Compound noun istəyir. Mürəkkəb isimlər. Information sadedir. B variantında brotherhood sadedir. C variantında Sadə deyil, active düzəltmədir. sadedir. Düzəltmədir, düzəltmə. Düzəltmək zəhmədə yəni mürəkkəb deyil. D variantında mənim darkness düzəltmədir. E variantında doğru cavab. C-də agreement, bəli, Y variantıdır cavabımız. Y Muzar səhv yazıbdır. 16 onu 7'den aşağı eləyisiz yazar. Görürsən Hüseyin Mustafa? Bəli. Qəşəng çaşdırıcı sualdır bu, amma bilənə afərin. Yəni mən bilmirəm, bəlkə mən müəlliməm deyə nədirsə, amma Hasan gəldi bu suallar. Həm də müəllim siz demişsiniz, Cinderella məsələ. On altı. Kenan cavab yaz, getdik. 16-ya baxırıq, 12-17-yə də istəyirsiniz. Do you know? Əgər belə bir sual cümləsi varsa, uşaqlar, onsuz da do-nu bir dəfə başda veribdir. Biz ikinci dəfə does-ı qabağa keçirə bilmərik. Does he do, yəni köməkçi feildən ikinci dəfə istifadə edilə bilmərik. Çünki onsuz da sual cümləsidir və bir dəfə do qabağa, köməkçi feil qabağa keçibdir. Köməkçi feil qabağa keçənləri belə olanda silirik gedir. Bunlar sildik getdik. Vəndən sonra heç vaxt bitmiş zaman işlənməz. Have, has işlənməz. Have, has işlənməz. İşlənməz. Have, has işlənməz. Ona görə A variantı. Afərin Züleyxa. 17.
Mustafa ilə Kənan tənbəl. Mən yazmışam 17-nin 18-dir. Ay Mustafa vallah görünmür. Kənan 17. Göründü müəllim? Getdik. B, A. 17. How many documents you signed? Baxırıq, interrogative sentence deyir burada. Interrogative sentence'də bilirik ki, artıq burada köməkçi fe'l lazımdır. A variantında do'su, didi zadı yoxdur, did verilməyibdir. Ona görə bu səhvdir. How many documents did you sign? B variantı düzdür. C variantında didlə edi bir yerdə niyə işlənir? Axı dedik bu Cinderella'da edisini did əlindən alır köməkçi fe'l gələn kimi. How many documents burada mübtəda ilə xəbərin yeri dəyişilibdir. You qabaqda işlənməli idi. How many documents you did sign? Burada da didin yeri çaşıb. Özünü bir şey zənn eləyib gəlib mübtədadan sonraya çıxıbdır. Ona görə biz B variantı deyirik. 17-yə B yazan Züleyxa, Mustafa. Sağ ol. Mən çubuğu Kənan. mən tərəfə qoyursan, birdən cavabı mən yerimə yazarsan. Yox, 17-yə 17-yə B yazıbsan da, Kənan sən də B yazıbsan, Zav səhv yazıb. Zav başa düşdün səhvini? Amma mən nəsən? Həm yox, Sən- yeməm o çubuqlar var, hər an öz rəngi var. Bilmirəm. Zar mən tərəfə qoymuşdu. Mən çarşı mən tərəfə yazar onu görürdü. Şey 17-ni Zav səhv yazmışdın, səhvini başa düşdünmü? Müəllim 3 dəqiqəmiz qaldı. Eyb yox. Nə çatdıq. Maraqlıdırmı belə?